Qədim zamanlarda Əlibaba adlı bir odunçu yaşayırdı. O hər gün eşeğinə minib meşəyə gedərdi. Evinə çörək pulu aparmaq üçün odun toplayıb satardı. Bir gün Əlibaba odun toplayarkən ona tərəf gələn bir dəstə atlını gördü. Kim olduqlarını bilmədiyi üçün eşeğini gizli bir yerə bağlayıb özü isə ağaca çıxdı. Atlılar gəlib Əlibabanın gizləndiyi ağacın yaxınlığında dayandılar. Əlibaba onları saydı. Düz 40 nəfər idilər. Onlar atlarından ağır torbaları düşürtdülər. Əlibaba onların quldur olduqlarını anladı. Bir nəfər dəstədən ayrılıb böyük bir qayaya yaxınlaşıb "Açıl susam, açıl!" dedi. Və budur, qaya parçası aralandı və mağara göründü. Quldurlar gətirdikləri ağır torbaları mağaraya daşıdılar. Hər kəs içəri girdikdən sonra qaya parçası bağlandı. Bir neçə dəqiqə keçdikdən sonra qaya aralandı və bütün quldurlar çıxdılar. Dəstə başçısı sonda çıxaraq "Bağlan susam!" dedikdən sonra mağaranın qapısı bağlandı. Quldurlar getdikdən sonra Əlibaba mağaraya yaxınlaşaraq dəstə başçısından eşitdiyi sözləri təkrarladı. Qapı açıldı. Əlibaba içəri girəndə heyrətə gəldi. Geniş, işıqlı bir mağara, içəridə ipək parçalar, qızıl gümüşlə dolu sandıqlar, çoxlu pul dolu kisələr vardı. O 3 qızıl kisəsini götürüb mağaranı tərk etdi. Mağaranın bağlanması üçün lazım olan sözləri deyib yola düzəldi. Evə çatan Əlibaba həyat yoldaşına gətirdiyi qızılları göstərib gördüklərini danışdı və həyat yoldaşına bu haqda heç kəsə deməməsini tapşırdı. Əlibaba kasıb yaşasa da qardaşı Qasım rahat və dəbdəbəli həyat sürürdü. Əlibabanın həyat yoldaşı qızılı ölçmək üçün qardaşının yanına ölçü qabı almağa yollandı. Bəli, bu şübhəli idi. Ona görə də Qasım ölçü qabının altına biraz bal sürtüb qadına verdi. Qızılları ölçdükdən sonra Əlibaba quyu qazıb torbaları quyuda gizlətdi. Həyat yoldaşı da ölçü qabını qaytarmağa getdi. Amma o qızılların qabın altına yapışdığından xəbərsiz idi. Qasım qabın altındakı qızılları görüb səhərə qədər yata bilmədi. Səhər duran kimi qardaşının evinə gedərək qızılın hardan olduğunu soruşdu. Əlibaba qardaşına hər şeyi danışdı, amma heç kəsə deməməsini tapşırdı. Qasım isə Əlibabadan mağaranın yerini deməsini istədi. Əks halda quldurlara xəbər edəcəyini söylədi. Başqa çıxış yolu olmayan Əlibaba qardaşını mağaraya apardı. Onlar gedib geri qayıtsalar da, Qasım yalnız mağara və qızıllar haqqında düşünürdü. Bir neçə gündən sonra 2 eşşək götürüb mağaraya gələn Qasım, Əlibabanın öyrətdiyi sözləri deyib içəri girdi. Öz gətirdiyi torbaları doldurduqdan sonra mağaradan çıxmaq istəyən Qasım sözləri unutdu. Nə qədər söz dedisə alınmadı. Bir müddət sonra quldurlar gəldi. Mağaranın qarşısında 2 eşşək görüb şübhələndilər. İçəri girib Qasımı görən quldurlar onu öldürdülər. Qasımın həyat yoldaşı narahat olub Əlibaba-gilə getdi. Əlibaba Qasımın harda olduğunu təxmini bilirdi. Ona görə də mağaraya yollandı. Hər şeyi anlayan Əlibaba üzülərək geri qayıtdı. Hər şeyi Qasımın yoldaşına danışdı. Amma bu sir olaraq qalmalı idi. Bu hadisəni heç kəsə danışmamağa söz verdilər. Əlibaba həyat yoldaşını da götürüb Qasımgildə yaşamağa başladı. Quldurların başçısı isə qızıl zinət əşyalarının azaldığını görüb çox əsəbləşirdi. Quldurlardan birinə bu məsələ ilə maraqlanmağı və oğrunun kim olduğunu tapmağı tapşırdı. Quldur şəhərə yollandı və bir nəfərin bazarda hər şeyi ödəyərkən qızıl verdiyinin şahidi oldu. Bu Əlibaba idi. Onu izləyərək qapısına işarə qoydu. Axşam Əlibabanın yoldaşı bu işarəni gördü. Bunun xeyrə əlamət olmadığını anlayaraq qonşuluqda olan bütün qapıları eyni boya ilə işarələdi. Səhər 40 quldur Əlibabanı cəzalandırmaq üçün şəhərə gəldilər. Bütün qapıların işarələndiyini görən quldurlar heç nəsiz geri qayıtmalı oldular. Amma dəstə başçısı geri çəkilmədi. Tacir kimi yenidən şəhərə qayıtdı. Əlibabanı görüb onu izləməyə başladı. Evinə girdikdən sonra qapını döydü.
Əlibabaya uzaqdan gəldiyini və zeytun yağı satdığını söylədi. Əlibaba quldurun tacir olduğunu düşünüb onu evinə dəvət etdi. Quldur Əlibabanın evinə 40 qab zeytun yağı daşıdı. Əlibaba quldurla yemək yeyərkən Qasımın ağıllı həyat yoldaşı qabların içini yoxlamağa getdi. Qablara yaxınlaşdıqda oradan səslər eşitdi. "Gedək burdan." "Yox, hələ tezdir." Bunun tələ olduğunu anlayan qadın tez mətbəxə gedib yağ qaynatıb bütün qablara tökdü. Gecə yarısı dəstə başçısı gəlib yavaşca "İndi çıxa bilərsiz" dedi. Bir neçə dəfə səslənsə də səsinə səs verən olmadı. Qabların içini açdıqda quldurların öldüklərini görüb evdən qaçdı və bir daha ora geri qayıtmadı. Əlibaba və ailəsi şad-xürrəm yaşadılar. Uşaqlar, gördünüzmü? Əlibaba ağıllı və ehtiyatlı olduğu üçün xilas oldu, amma qardaşı acgözlük ucbatından həyatını itirdi. Deməli, siz də hər zaman ağıllı, mehriban və dürüst olmağa çalışmalısınız. Acgözlük və tamah isə heç vaxt yaxşı sonluq gətirmir. Həmişə yaxşılıq edin. Özünüzə də yaxşı baxın, dostlar. Nağıl xoşunuza gəldisə, bəyənməyi, abunə olmağı və zəng işarəsini basmağı unutmayın ki, növbəti nağıllardan xəbərdar olasınız. Hələlik balaca dostlarım.